Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli tələbələrimiz, bugün növbəti dərsimizi sizlərə təqdim edəcəyik. Biz bilirik ki, bundan öncəki dərslərimizdə bir çox sosial işlə bağlı məsələlərdən danışdıq. Hər halda sosial işin mahiyyəti haqqında müəyyən təsəvvürlər bizdə formalaşdı. Bugün isə bizim əsas məqsədimiz məhz sosial işin yaranması və inkişafı tarixinə də diqqət yetirməkdir. Çünki sosial işin yaranması və inkişafı məsələsi də olduqca önəmli mövzularımızdan biridir. E, Burada bir neçə plan işimiz bir neçə hissədən ibarətdir. İlk növbədə biz qərb ölkələrində sosial işin tarixi, yəni onun yaranması və inkişafına baxacağıq. Ümumiyyətlə, dünyada sosial işin yaranmasından bağlı qərb ölkələrində, Avropa ölkələrində formalaşmış bəzi fikirlər var. Bunlardan da əsas məsələ odur ki, sosial işin qərb ölkələrində meydana çıxması, ötən əsrin 20-ci, yəni 70-ci illərində daha belə deyək, sosial işin nəzəriyyəsi və praktikası anlayışlarının seçib ayrılması prosesi baş versə də, ancaq daha çox sosial iş 19-cu əsrin ikinci yarısından formalaşmağa başlamışdı. Əlbəttə, biraz da biz tarixi də vaxtda görürük ki, sosial işin tarixi daha qədim dövrlərə gedib çıxır. Hər halda sosial işin tarixi ilə bağlı qərb ədəbiyyatında, Avropa ədəbiyyatında bununla bağlı fikirlər var. Bunlardan məsəl üçün biri odur ki, tarixə yəni məlum olan ən birinci sosial kömək vasitəsi sədəqə hesab olunur ki, bunu da yenə də Roma ilə bağlayırlar. Xüsusilə də hesab olunur ki, dövlətin meydana gəlməsi ilə qədər məhz insanlara kömək, dəstək göstərmə prosesinin məzmunu sistem xüsusiyyətləri ilə zənginləşmişdir. Yəni artıq qərb ədəbiyyatına görə dövlətlər yarandıqdan sonra insanlara yardım və bu anlamda məhz sosial işin təşəkkülünün ilk elementləri baş qaldırmışdı. Köməyin qanunverici əsasları, prosesin nizama salınması və s. Daha sonra yəni Romada ki bu daha çox Roma Respublikası dönəmində bu daha çox filantropiya adı ilə məşhurlaşdı. Ancaq biz bilirik ki, yəni 20 əsr bundan öncə xristianlıq dini yarandı və Romada ikinci əsrlərdən etibarən Roma dövləti də yəni Qərbi Roma dövləti məhz xristianlıq dinini qəbul etməyə başladı və beləliklə xristianlıqda da hesab olunur ki, xristian dini və kilsələrdə də məhz sosial köməyin kimi xeyriyyəçilik məsələsi özünü büruzə vermişdi. Yəni hər halda qərb ədəbiyyatı sosial işin ilkin elementləri kimi filantropiyanı, daha sonra isə xristianlıqda insanlara kömək dəyərləndirirlər və kilsənin rolunu qeyd edirlər. Əlbəttə, ancaq biz bilirik ki, türk xalqlarında da, eləcə də türk xalqlarının milli adət-ənənələrində, o cümlədən də İslam dinində də biz bu məsələlərə, yəni sosial işlə bağlı məsələlərə kifayət qədər rast gəlirik. Hər halda türk xalqlarında, türk dövlətlərində, qədim türk dövlətlərində, o cümlədən 7-ci əsrdə meydana çıxmış İslam dini və İslam dövlətlərində də dediyimiz kimi insanlara yardım, insanların yardımlaşması, xüsusilə də fiziki cəhətdən qüsurlu olan insanlara yardım, yaxud da psixi cəhətdən problem olan insanlara yardım öz əksini tapmışdır. Hər halda yəni biz bunları da vurğulamaq özümüzə borc bilirik. Sonra qərb ədəbiyyatına görə sosial inkişafın yeni bir mərhələsi 19-cu əsrin ikinci yarısında, yəni sosial kömək anlayışı burada təkcə dövlətin deyil, yəni deyək ki, kilsənin rolu, dövlətin rolu ilə yanaşı müxtəlif ictimai təşkilatların yaranmasından bəhs edirlər. Bunlar xeyriyyəçi, maarifçi, hətta feminist təşkilatlar da buna aid edirlər. Əlbəttə, qərb ədəbiyyatında sosial işin artıq belə demək mümkündürsə, məhz yeni bir mərhələsini 19-cu əsrin ikinci yarısından izah edirlər. Burada da yəni hansı məsələlər sosial işlə bağlı fikirlər öz əksini tapır? Dövlətin kömək və dəstək sistemi öz diqqətinə əsasən yoxsulluq, yetimlik, əlillik və s.
Bu kimi sosial bəlaların profilaktikası və arada qaldırması yolları üzərində cəmləşdirir. Bir sıra ölkələrdə dövlətin yerlərdə əhalinin sosial təminatı və dəstəyi siyasətini məqsədyönlü sürətdə gerçəkləşdirməsi məqsədi ilə dövlət təşkilatlarda yaranır. Almaniyada Elberfeld sosial təminat sistemi, Rusiyada Qəza, yəni əyalət mərhəmət sistemi buna nümunə kimi göstərir. Ancaq dediyimiz kimi bir yandan dövlətin rolunla meydana çıxan sosial iş, bir də var, ayrı-ayrı ictimai təşkilatların deyək ki, özünün təşəbbüsü ilə meydana çıxan sosial iş məsələləri. Məsələn, dövlətdən fərqli olaraq ictimai təşkilatlar əhalinin o kateqoriyalarına sosial kömək göstərdi ki, dövlət bu və ya digər səbəblərdən onlarla əlaqələrini tam genişləndirə bilmirdi. Məsələn, İngiltərədə qeyriyyət qruplarla iş, Rusiyada maarifçi fəaliyyəti, Amerika Birləşmiş Ştatlarında emigrantlarla iş, və sair və ilaxır kimi buna kimi nümunələr göstərilir. Beləliklə, yəni sosial işin təkcə həm nəzəri, həm də praktik cəhətdən meydana çıxması və inkişafında məhz bu amillər ön plana çıxır və praktik fəaliyyət növü olaraq sosial iş, tip, sosiologiya, psixologiya, fəlsəfə kimi elm sahələrdə də deyək ki, onların əsasında təşəkkül tapmağa başlayır. Və bununla da artıq gündəmdə çox aktual bir məsələ dururdu. Müxtəlif kateqoriyalardan olan vətəndaşlara professional sosial köməyin göstərilməsi və bu kömək sisteminin yaradılması. Bu iş öz növbəsində müvafiq ali məktəblər çərçivəsində xüsusi hazırlıq görmüş mütəxəssislərin hazırlanmasına nəzərdə tutuldu. Məhz bu dövrdə bir sıra sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bir qrup mütəxəssislər ortaya çıxır və onlar ilk dəfə olaraq sosial iş və peşəkarlıqla məşğul olmağa başlayırlar. Sosial işçilərin hazırlanması məqsədi ilə tədris müəssisələri və fakültələr açılır. Artıq yəni filantropiya ya xeyriyyəçilik dediyimiz kimi xristianlıq kilsələrin rolu, dövlətin rolu və sosial kömək, ictimai təşkilatların rolu və bir də artıq sosial işin özünün bir mənalı şəkildə yəni nəzəri cəhətdən əsaslandırılması. Hər halda sosial işlə bağlı elmi ədəbiyyatda belə bir fikir vardır ki, sosial iş daha çox praktika şəklində meydana çıxmışdır. Məsələn, dediyimiz kimi bu Almaniyada, Rusiyada, Çarlıq Rusiyasında, yaxud da Hollandiyada, Amsterdamda, Haqada və s. kimi. Ancaq nəzəri cəhətdən sosial işin əsaslandırılması və ilk sosial iş fakültəsinin açılması bu ABŞ-ın Kolumbiya Universitetində 1980-ci illərdə baş vermişdi və həmin dövrdən də başlayaraq sosial iş artıq ayrıca bir ixtisas və ayrıca bir iş sahəsinə çevrilmişdir. Beləliklə, elmi ədəbiyyatın dəlili sübut edir ki, sosial işin elmi dərk tarixi nəzəriyyə ənənələri, ictimai həyatın önəmli hadisələrindən biri olan xeyriyyəçiliyin sosial rolunun və məzmununun öyrənilməsi, eləcə də ehtiyacı olanlara sosial köməyin göstərilməsi, elmi əsasların müxtəlif psixoloji, sosioloji, psixoterapevtik doktrinaların tətbiq cəhətləri ilə başlamışdır. Qərbdə sosial işin tarixi ilə əlaqədar olan əksər deməli icmalarda qeyd olunur ki, bu ixtisas peşə kimi onun yaranması, xeyriyyəçilik təşkilatlarının yaranması və inkişafı ilə əlaqədar olmuş və onun nəzəri əsaslarının formalaşmasında xeyriyyəçilik ənənələri əhalide rol oynamışdır, xüsusi rol oynamışdır. Sosial işin nəzəriyyəsi tarixindəki bu ənənəni etik terapevtik, yəni mənəvi terapevtik ənənə kimi də qiyərləndirmək olar. Çünki o xeyriyyəçiliyin rəngarəng formaların üzərində qurulmuşdur. Yəni bu da göstərir ki, məhz sosial kömək və sosial iş anlamında xeyriyyəçiliyin də sosial kömək kimi mühüm yeri olmuşdur. 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərində sosial iş problemlərinə toxunan elmi məsələlərdə əsasən ailə firavanlığı kontekstində şəxsiyyətin özünün sosial məişət vəziyyətinin, maliyyə durumunun yaxşılaşdırması qabiliyyətinə, sosial kömək subyektinin səmərəli yaxud da səmərəsiz təsir problemi ətrafı nəzərdən keçirilmişdir. Ailəyə kömək və dəstək həm cəmiyyətin, həm şəxsiyyətin, həm də dövlətin mənəvi borcu kimi dəyərləndirilir. Bununla əlaqədar sosial iş problemlərinin elmi nəzərdə dərk edilməsi, bu və ya digər sosial kömək tədbirlərinin ədalətliyin əsaslandırılmasının metodoloji məsələləri sosial xidmət sahəsi tərəfindən əhalinin həyat şəraitinin, cəmiyyətin və fərdin sosial inkişafı öyrənilməsi ilə əlaqədar dəqiq göstərici və metodlara istinadən optimal fəaliyyət variantlarının axtarılması problemi ilə əlaqədardır. Sosial tarix və sosial işin tarixi üzrə əksər mütəxəssislərin yekun fikri ondan ibarətdir ki, müasir ictimai hadisə kimi sosial işin yaranma tarixi onun nəzəri əsaslarının yaranma tarixi ilə eyni vaxtda, yəni 19-cu əsrin ikinci yarısına təsadüf etmişdir. Yəni beləliklə biz görürük ki, əslində praktika
və nəzəriyyə, bəzən hətta nəzəriyyənin daha öncə olması və daha bundan sonra praktikanın daha öncə olması və nəzəriyyənin ondan sonra formalaşması fikri də gördüyümüz kimi elmi ədəbiyyatlarda öz əksini tapmışdır. Yəni birinci yarımbaşlığımızdan belə nəticəyə gəlirik ki, məhz sosial işin inkişafı əsasən qərb dövlətləri ilə bağlanır, xüsusilə də Romada yaranması, daha sonra e, filantropiya şəkildə yaranması, daha sonra bunun yenə də Avropa ölkələrində inkişafı, xristianlıq çərçivəsində dini xeyriyyətçi kilsənin burada rolu, daha sonra 19-cu əsrdən etibarən isə sosial köməyin maarifçiliyi, xeyriyyətçilik kimi bir yön alması və 19-cu əsrin ikinci yarısında isə artıq dördüncü, mən deyərdim ki, mərhələdə artıq sosial işin bir elm sahəsinə çevrilməsi, yəni elmi sosial işin meydana çıxması ki, bu biraz sonra da bəhs edəcəyimiz kimi burada elmi sosial işin də yaranmasında Mary Richmond'un da mühüm rol oynamışdı və burada əvvəlcə praktika, sonra nəzəriyyənin meydana çıxması əslində praktika niyə ön plana çıxarılır? Çünki istəsək də istəməsək də sosial için praktika ilə bağlı olması da aydındır. Yəni biz bilirik ki, elə qədim dövrlərdə, orta əsrlərdə sosial iş, yəni miqrantlarla iş, yoxsullarla iş, əlillərlə, depressiyada olan insanlar və s. başqa insanlarla iş, məhz problemi, yəni fərdlər ictimai qruplarla iş, məhz praktiki mahiyyət ön plandadır. Əlbəttə, nəzəriyyənin olması və nəzəri biliklərin genişləndirilməsi də olduqca önəmli məsələlərdən biridir. İkinci yarım başladığımızda müasir sosial iş sisteminin formalaşmasına təsir edən amillərdən bəhs edəcəyik. Çünki müasir dövrdə sosial iş sisteminin hər halda özünə məxsus deyək ki, tədqiqat obyektləri vardır ki, burada da hansı amillər, yəni sosial işin sisteminin formalaşmasına mühüm təsir göstərir. Biz dediyimiz kimi 19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərindəki tarixi sosioloji, statistik, sosial-iqtisadi tədqiqatlar bir daha sübut etdilər ki, ictimai şuurda məişət problemləri prioritet yer tutmaqla qlobal məsələlər sırasına daxil olaraq iqtisadi, siyasi və sosial mədəni proseslərin inkişafına nəzərə çarpacaq dərəcədə təsir göstərir. İlk növbədə ictimai həyatın urbanizasiya kimi hadisəsini burada qeyd etmək lazımdır. Deməli, müasir sosial sistemin formalaşmasına təsir göstərən amillərdən biri urbanizasiya prosesidir ki, biz bilirik ki, urbanizasiya prosesi daha çox kənd əhalisinin və ya qəsəbələrdə, kəndlərdə yaşayan əhalinin şəhərlərə kütləvi şəkildə axını və beləliklə kənd və qəsəbələrin əsasən boşalması deyək ki, fonunda şəhər əhalisinin isə həddindən artıq çoxalmasıdır və şübhəsiz ki, kənddən şəhərə köç və istər-istəməz şəhərlərin sayının artması, şəhərlərin çoxalması, bunlar da yəni şəhərdə bir çox məsələləri dəyişir. Yəni xüsusilə də intensiv şəkildə urbanizasiyanın baş verməsi şəhərlərdə nəticədə əksər sənaye cəhətdə inkişaf etmiş ölkələrdə şəhər arası öz sayına görə üstünlük təşkil etməyə başladı. İnsanların həyat tərzinin səciyyəvi xüsusiyyətlərini özünün təkcə regional, milli və ərazi kontekstində deyil, həmçinin müxtəlif yaşayış tiplərinə görə belə büruzə verməyə başladı. Yəni istər-istəməz kiçik şəhər, orta şəhər, böyük şəhər və bütün bunlar şəhərlərin də yəni sənayeləşmə prosesi və digər məsələlər sosial işi daha da aktuallaşdırdı. Xüsusilə də digər bir amil kimi deyək ki, ictimai istehsalın mürəkkəbləşməsi bütövlükdə əməyin artıqda isə işçinin texniki təminatlanması fəaliyyəti nəticələrinə görə insanların, iri kollektivlərin, işçilər assosiasiyalarının rolunun yüksəldilməsi və məsuliyyətlərinin gücləndirilməsi, professional fəaliyyətin nəticələrinin səmərəliliyinin artırması məqsədi ilə qarşılıqlı əlaqə və təsirin gücləndirilməsi, işçi qüvvə daşıyıcısına, onun səhhətinə, əxlaq ruhiyyəsinə, firavanlığına xüsusi diqqət edilməsini tələb etdi. Gördüyümüz kimi, burada ictimai istehsalın mürəkkəbləşməsi prosesinə də rast gəlir. Hər halda sənayeləşmənin doğulduğu məsələlərdən biri ictimai deyək ki, böyük kollektivlər yaranır, zavodlar, fabriklər və orada insanların problemləri, problemlərin çoxalması, sosial problemlər istər-istəməz sosial işin də aktuallaşmasına gətirib çıxarır. 19-cu əsrin sonra 20-ci əsrin əvvəllərində həm dövlət orqanları, həm də iri firmalar aktiv surətdə təkcə təhsilə, əhalinin professional hazırlığı ilə bağlı sahələrə deyil, həmçinin sosial sahə, yəni insanın həyat təminatı ilə bağlı sahələrə də sərmayə qoymağa başladılar. Bu intensiv inkişafın lavı nəticəsi olaraq artıq 20-ci əsrin sonlarına doğru sosial xidmətlərin göstərilməsi ilə inkişaf etmiş ölkələrdə texniki cəhətdə mükəmməl təmin olunmuş sosial sahədə insan davranışının, qanunlarının öyrənməsindən bəhs etmək lazım gəlir. Bu davranışın öyrənilməsi ona görə vacib idi ki, xidmət sənayesi müəyyən məhsul və xidmətə olan tələbatı öyrənməklə onun zərurliyini dəqiq
proqnozlaşdırmaları, həmçinin insanın maddi əşya mühitinin köklü sürətlə dəyişməsinə uyğun olaraq onun tipik həyat tərzinin, fəaliyyətinin dəyişməsinə rəğmən yeni dəstək üsulu və vasitələri axtarıb tapmalı idi. Beləliklə, sosial işin aktuallaşmasının səbəblərindən biri də 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində zəhmətkeşlərin öz hüquqlarının uğrunda apardıqları mübarizələr, iri şəhərlərdə və sənaye müəssisələrində işçilərin sayının və sıfırının artması, fəhlə hərəkatının və həmkarların təsisatlanma prosesini gücləndirməklə həm burjua hökumətləri, həm də iri sahibkarlar qarşısında sosial işin müxtəlif formalarının tətbiqinin dəstəklənməsi zərurətini tələb kimi ortaya qoymuşdur. Bu tələblərə diqqətin yetirilməsi onunla nəticələnə bilər ki, onsuz da fürsət almaqda olan tətil və hərbi toqquşmalar dalğası alovlana bilər. 20-ci əsrdə proletar inqilabının alovları bəzi ölkələr, o cümlədən Rusiyada da genişləndi. Bu inqilabın dağıdıcı xarakteri, mütələqqi ictimaiyyəti daha ədalətli ictimai quruluşa keçidin təkamül yollarını axtarmağa, mövcud və yaranmaqda olan sosial problemlərin həlli istiqamətində daha çevik mexanizmlərinin işlənib hazırlanmasına məcbur etdi. Gördüyümüz kimi, yəni istər-istəməz sənayeləşməklə yanaşı insanların öz hüquqlarını bilməsi, xüsusən də zəhmətkeşlərin öz hüquqlarını öz hüquqlarını uğrunda apardığı mübarizədə sosial iş məsələsində aktiv bir dövrəyə gəlib çıxdı. Əlbəttə, bütün bunlar da təkcə əlbəttə Rusiyada deyil, Avropa ölkələrində, Almaniyada, Fransada, hətta nəinki Avropa ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatlarında da ciddi bir deyək ki, cəmiyyətlərdə dəyişikliklərə səbəb oldu. Bütün bunlar bu dəyişikliklər özü ilə bərabər məhz sosial işi də aktuallaşdırdı və beləliklə sosial işin aktuallaşmasına səbəb oldu. Əlbəttə, sosial işin aktuallaşmasının digər səbəblərindən biri də müharibələr və müharibələrin doğurduğu acı nəticələr idi. Biz elə bilirik, 19-cu əsrdə istər ölkələr daxilində, istər hər bir ölkənin öz daxilindəki inqilablar, üsyanlar, bütün bunlar da sosial işi aktuallaşdırır. Çünki müharibələr demək insanların istər-istəməz insan etkisidir, psixoloji travmalardır, etkilərdir. Xüsusilə də Birinci Dünya müharibəsinin ilə özün milyonlarla insanın etkisi əlbəttə. Bu da bu və digər anlamda sosial işin aktuallaşmasına gətirib çıxartdı. Əlbəttə, sosial işin aktuallaşması nə təəssüf göstərən indi də bir çox amillər var. İndiki dönəmin, indiki texnologiya dövrünün yeni bir mərhələsində də əlbəttə sosial şəbəkələr, eyni zamanda sosial şəbəkələrdən istifadələr və ümumiyyətlə internet resurslarından istifadələr, süni intellekt məsələsinin meydana çıxması və daha da aktuallaşması, bütün bunlar sosial işin aktuallaşmasını təsir edən amillər sırasındadır. Bizim üçüncü yarım başlığımız sosial işin təşəkkülünün elmi mərhələsidir. Sosial işin təşəkkülünün elmi mərhələsi onun təkamülünün bir çox faktorları ilə. İlk növbədə 20-ci əsrin əvvəllər üçün əksər ölkədə keyfiyyətcə dəyişmiş ictimai münasibətlər və əlaqələr sistemi ilə bağlıdır. Bu anlamda biz yuxarıda da bəzi məsələlər dedik. Əlbəttə, burada da göstərilir ki, müəyyən keyfiyyət, hətta kəmiyyət dəyişiklikləri də başlar. Ancaq xüsusilə də keyfiyyət dəyişiklikləri sosial işin təşəkkülünün elmi mərhələsində mühüm rol oynadı. Bu da nə idi? Ümumi yaşayış norma və prinsiplərə bağlı olan bütöv toplumun parçalanması. Yəni, əvvəllər toplumlar, deyək ki, bu və ya digər şəhərlərdə, ölkələrdə daha çox bütöv şəkildə xarakterizə olunursa, ancaq 19-cu əsrdən, xüsusən də 19-cu əsrin sonları, ikinci yarısı ya da 20-ci əsrin əvvəlindən etibarən ümumi yaşayış normal prinsiplərində ciddi dəyişikliklər baş verdi və ümumiyyətlə bütün bir toplumun parçalanması da, yəni deyək ki, toplum arasında təbəqələşmələrin çoxalması, ya da statusda, sosial status məsələlərində ciddi dəyişikliklər və digər dəyişikliklər istər-istəməz məhz sosial işin təşkilinin elmi mərhələsinin əsas amillərindən biridir. Urbanizasiya və sənayeləşmə, az öncə də bundan bəhs etdik. Urbanizasiya, yəni kənd əhalisinin və ya qəsəbə əhalisinin sürətlə şəhərlər axını və böyük şəhərlərin, hətta meqapol şəhərlərin yaranması və burada sənayeləşmə prosesləri, burada sosial işin təşkilinin elmi mərhələsinə aid olan amillərdəndir. Bir də insanın cəlb olunduğu sosial əlaqələr sisteminin genişlənməsi və sayının artması. Bu da o deməkdir ki, yəni istər-istəməz yeni, yəni 19-cu əsrin ikinci yarısından və 20-ci əsrin əvvəlindən etibarən sosial əlaqələrin daha genişlənir, insanlar, yəni deyək ki, bir yox, bir neçə mühitdə özünü ifadə edir, yaxud da bir neçə sahələrdə insanı biz görürük və bu da bir yandan əlaqələr genişləndirsə də insanların hər halda insanların həyatına da problemlərlə də müşahidə olur. Beləliklə,
20-ci əsrin əvvəlləri üçün sosial işin nəzəriyyə və praktikasının formalaşmasının onun təkamülünə mühüm təsir göstərən faktorlar sırasında aşağıdakıları qeyd edirlər. Makro faktorlar, mezofaktor və mikro faktorlar. Təkamülün makro faktorlarına buna aid edirlər. 20-ci əsrin əvvəllərində baş vermiş sənaye inqilabı, biz də artıq bunu dedik, sənaye inqilabı orada da sosial iş həyatında çox mühüm bir dəyişiklik oldu. Hər halda sosial işin aktuallaşmasına da gətirib çıxartdı. İnsan hüquqları və onların müdafiə sahəsində sosial siyasətin dəyişməsi. Hər halda 20-ci əsrin əvvəllərindən etibarən insan hüquqları və onların müdafiəsi yeni bir mərhələyə qədəm qoydu. Yəni, bəlkə 20-ci əsrə qədər Avropa ölkələrində, qərb ölkələrində insan hüquqları və onların müdafiəsinə münasibətlə 20-ci əsrin əvvəllərindən və bu günümüzə qədər davam edən münasibət eyni deyildi. Xeyli dəyişikliklər vardı hər halda. İnsana münasibət, insan hüquqlarına, hüquqlarına münasibət və xeyli dəyişikliklər var. Xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili. Yəni, əvvəllər deyək ki, belə şeylər ümumiyyətlə müşahidə olunursa, artıq xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili də məhz bu makro faktorlardan biridir. Təkamülün mezofaktorlarına isə bunlar aiddir. Yəni, bu orta ölçülüdür. Makro daha biz görürük ki, böyük ölçülüdürsə, mezofaktorlar orta ölçülüdür. Bu da vurğunun kliyentə maddi köməkdən onun öz problemlərini müstəqil sürətdə həll edə bilməsi qabiliyyətini doğru dəyişdirilməsidir. Yəni klientlərə təlim keçmək. Yəni biri var, əvvəllər daha çox deyək ki, sosial işçinin funksiyasını yerinə yetirənlər klientləri, benefisiarları onlar öz himayəsinə götürüb və aşağı yuxarı onlar bir şeylər edirdilər. Yəni klient öz-özünü inkişaf etdirə bilmirdi. O da mezofaktorlarda gördüyümüz kimi klientlərin özlərinin də özlərində müəyyən müsbətə doğru dəyişiklik məsələsi qoyulur. İkincisi, sosial işçilərin praktik maraqlarının dəyişməsi, sinfi maraqlardan klientin şəxsiyyəti və onun maraqları istiqamətinə keçir. Yəni, artıq burada diqqəti daha çox benefisiarın klientin üzərinə kökləmək özünü bürüzəlir. Təkamülün mikrofaktorlarına isə bunlar aiddir. Bir, sosial işçilərin diqqətinin hadisələrlə iş üzərində cəmləşdirilməsi. Burada yəni konkret sosial bir hadisə var, sosial bir problem var və ona uyğun olaraq işimizi həyata keçiririk. İki, praktikada hadisənin öyrənməsi ilə bağlı psixoanalitik üsulların tətbiqinin əsaslandırılması. Yəni, burada da görürük ki, faktik olaraq praktik cəhətdən, yəni sosial hadisənin öyrənməsi ilə bağlı hansı psixoanalitik üsullar varsa, onun tətbiqini əsaslandırır. Üç, fərdi iş metodlarının və texnikalarının formalaşması, yaxud da sosial işçinin fəaliyyətinin klientin istəkləri və arzuları əsasında qurulması. Bu da önəmlidir. Yəni, sosial işçi nə istəyir, aydındır. İstəyir qarşı tərəfi, yəni klienti sağalsın, narkomandır, əlildir, depressiyada olan. Bir də var, benefisiarın da arzu və istəklərini də burada diqqət etmək lazım gəlir. Və bizim 4-cü yarım başlığımız Mary Richmond'un Sosial Diaqnozlar kitabı və Weisstein fərdi iş metodudur. Biz bildiyimiz kimi sosial işin yaranmasında, elmi təşəkkülündə Mary Richmond mühüm rol oynamışdır. Xüsusən də Mary Richmond'un 19-cu əsrin sonu 20-ci əsrin əvvəlləri, özəlliklə də 1915-20-ci illərdə elmi sosial iş əsəri çox mühüm rol oynamışdır. Yaxud da sosial diaqnozlar əsəri çox mühüm rol oynamışdır. Məhz Mary Richmond ilk dəfə olaraq sosial işçilər tərəfindən aparılan sosial işin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə geniş sistemlər toplusu təklif etmiş, sosial problemlərin diaqnozlaşdırılması yollarını göstərmiş. Yəni, bu olduqca önəmlidir. Mary Richmond'un baxışları tibbi üsulların, eləcə də psixologiyanın davranış məktəbinin, yəni behaviorizm məktəbinin və Sigmund Freud'in psixoanaliz əsasında formalaşmışdır. Sosial işin nəzəriyyəsi sayəsində Mary Richmond'un ilk kitabı kasıblara dostcasına görüş, xeyriyyə təşkilatlarında işləyənlər üçün təlimat adlanmışdır. Ehtiyacı olanlara kömək və dəstək bir subyektin digərinə qarşı nümayiş etdirdiyi dostluq aksiyası kimi nəzərdən keçirilmişdir. Lakin təhsil təkcə ehtiyacı olan insana doğru yönəlməklə qalmayıb, həmçinin kasıblıq və dilənçilik şəraitində yaşayan insanlara qarşı mənfi münasibət bəsləyən sosial mühitin dəyişdirilməsini də əhatə etmişdir. Və beləliklə, biz görürük ki, 20-ci əsrin əvvəllərində klientin ehtiyaclarına qarşı fərdi yanaşma ideologiyası geniş yayılmağa başlamışdı. Yəni, burada da Mary Richmond'un mühüm rol oynamışdır, şübhəsiz ki. Və beləliklə, Mary Richmond'un fərdi ilə iş metodunun aşağıdakı prinsipləri rol oynayırdı. İnsanın ətraf mühitə uyğunlaşa bilməməsinin səbəbləri iqtisadi və sosial faktorlarla əlaqədardır. İnsanlar sosial hadisələri bioloji və intellektual ehtiyatlarından istifadə etməklə reaksiya verirlər. İnsanlar sosial iş platformunun asılı olmayaraq mənlik hisslərinə maliklər və onların ləyaqətlərini verməklə
hörmət olunmalıdır. Düzgün diaqnozun qoyulması problemin adətə fərdi problem kimi öyrənilməsini nəzərdə tutur. 5. Faktorların analizi prosesində klient ilə dostluq münasibətləri yaratmaq lazımdır. 6. Diaqnoz qoyulduqdan sonra sosial işçi müalicə planını hazırlamalıdır və klienti onunla tanış etməlidir. 7. Qarşıya qoyulmuş məqsədlər əsasında xeyirxahlıq və dostluq durmalıdır. Beləliklə, gördüyümüz kimi Meriçmun həm sosial diaqnozda, həm elmi sosial iş əsasında məhz fərqli iş metodunu dəqiq müəyyənləşdirmiş bir çox anlayışları da yəni burada irəli sürmüşdü, burada əsaslandırmışdı. Diaqnoz, müalicə, klient və sair kimi anlayışları etmişdir. Hər halda Mary Richmond'un bu əməyi şübhəsiz ki, sonraki dövrdə də rol oynamışdı. Eyni zamanda əlbəttə Sigmund Freud'in də dediyimiz kimi mühüm rol oynamış sosial işlə bağlı. Zaten Sigmund Freud'in bu işlərindən məhz Mary Richmond da faydalanmışdır. Allah Sigmund Freud'in xüsusilə də yəni psixoterapevtik, psixoloji, yəni psixiatrik tərəflərdən klientlərin işdə çox mühüm rol oynamışdı. Bir də Baystekin də rolu var. 1957-ci ildə Baystekin sosial işçi ilə klientin qarşı əlaqələrindən bəhs edən kitabı çıxmışdı. Fərdi iş metodlarına qarşı əlaqəni o sosial işçi ilə klient arasında özünü tənzimləmə və inkişafa doğru yönəlmiş dinamik əlaqələr sistemi kimi nəzərdən keçmişdir. Baystek sosial işçi ilə klient arasındakı qarşı əlaqənin əsas prinsiplərini aşağıdakı kimi şəkildə ifadə etmişdir. Fərdiləşmə, hisslərin ifadəsində aşkarlıq, klientin emosional durumuna nəzarət, birbaşa münasibətlər, müstəqilliyin inkişafı və müxtəlif. Əlbəttə, bu da çox olduqca önəmlidir. Çünki biz bilirik ki, məhz bu kimi yəni məsələni bu kimi yanaşma və qiymətləndirmə, yəni fərdiliyin olması, fərdi deyək ki, hisslərin ifadəsində aşkarlıq. Yəni bütün bunlar istər-istəməz biz görürük ki, Baystekin də o fəaliyyətini deyək ki, olduqca önəmli olduğunu ortaya qoyur. Hər halda istər Mary Richmond'un, istər Baystekin apardığı, yəni deyək ki, apardığı tədqiqatlar və bu məsələlərə yanaşmalar bizi onu göstərir ki, yəni istər-istəməz bu işlər olduqca önəmlidir. Yəni işlərin mahiyyəti, sosial işin mahiyyəti daha doğrusu, burada klientlə işdə daha dəqiqliyin olması və klientin problemlərini daha yaxından öyrənmək və s. və axır. Hər halda bu da istər-istəməz sosial işçinin üzərinə düşən vəzifələri də göstərmiş olur. Yəni bizim bugünkü dərsimiz bu qədər. Biz bugünkü dərsimizdə hər halda çalışdıq ki, sosial işin yaranması və tarifinə bir nəzər salaq və beləliklə də sosial işin yaranması, tarixi və inkişaf haqqında bir təsəvvür formalaşdıraq. Sağ olun, salamat qalın.